Dövlət Təhlükəsizliyi Xidmətinin Qusar rayonundakı terror qruplaşmasına qarşı ilin ən böyük əməliyyatı zamanı saxlanılan şəxslərin həbs müddəti uzadılıb. Dövlət Təhlükəsizliyi Xidməti müstəntiqinin vəsatətinə Səbail rayon məhkəməsində baxılıb. Məhkəmə ibtidai araşdırmanın davam etdiyini və iş üzrə yeni sübutların toplanmasının vacibliyini nəzərə alaraq, saxlanılan şəxslərin istintaq təcridxanasında qalmasını zəruri hesab edib. Qərara əsasən, təqsirləndirilən şəxslərin həbsdə saxlama müddəti 3 ay uzadılıb. Xatırladaq ki, əməliyyat istintaq tədbirləri ilə əvvəllər Meşə Qardaşları adlı terror qruplaşmasının fəaliyyətində iştirak etdiyinə görə, məhkum olunmuş şəxslərin qeyriləri ilə cinayət əlaqəsinə girməsi, onların birlikdə Qusar rayonu ərazisində terror aktları hazırlamaları, həmin rayonun Hil, Cibir və Yasab kəndlərini əhatə edən meşə massivində yeraltı sığınacaqlar yaratmaları, bu sığınacaqları silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmələri təsbit olunub. Əməliyyatçılara müqavimət göstərərkən qanunsuz silahlı birləşmənin bir neçə üzvü zərərsizləşdirilib. Cinayətkar dəstənin üzvləri Etibar Əhmədov, Rəhim Mirzəbəyov, David Rəşidov, Şərafəddin Mahmudov, Abugül Babayev və Elçin Əlirzayev saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib.